Salam, əziz və dəyərli dostlar. Hər birinizi uca Allahın salamı ilə salamlayıram. Yenə də dostlarımızın təkidi ilə həyatın içərisindən baş vermiş müxtəlif hadisələri sizə danışmağa çalışacağıq. Bu dəfəki söhbətimizin qəhrəmanı Kərbalada kəfən alan qardaşımızdır. Bizim bir dostumuz Kərbalada həm özü üçün, həm də anası üçün kəfən almaq istəyirdi. Bu zaman digər dostumuz soruşdu ki, bu qardaş nə alır? Biz də dedik ki, bəs kəfən alır. Həmin kəfənin üzərində də Cövşən Kəbir duaları vardır. Soruşdu ki, qiyməti neçəyədir? Təxmini olaraq bizim pulla 14 manat qiyməti edirdi. Dostumuz başladı satıcıya ki, bəs bunun qiymətini aşağı sal. 14 manatdan da biraz aşağı salmağa çalışırdı. Mən də həmin zaman o dostumuza dedim ki, bax əziz qardaşım, ticarətdə endirim etmək sünnətdir, bəzən bazarlıq eləyərsən, amma sənin bu dünyadan köçəndə əgər qismət olacaqsa aparacağın sadəcə və sadəcə 14 manatdır. Bunun mübahisəsinə çox getmə. Əziz dostlarımız, insan dünyada yaşayır, dünya cazibəlidir, dünya insanı özünə cəlb edir. Bəzən Allahı da unudur, axirəti də unudur. Dünyadan köçərkən dünyada qoyub gedəcəyi və özü ilə aparacağını da unuda bilir. Onun üçün də çalışaq ki, Allahla yaşayaq, çalışaq ki, Allahı zikr edərək yaşayaq, qəflət içərisində olmayaq ki, dünyadan da köçəndə əli boş köçməyək.